sizə qismət olmağını arzu edirəm. Qəhrəman ordumuz sağ olsun, xalqımız sağ olsun. Var olasın qardaşlar. 30 ildir gözləməkdən gözlərimiz kör oldu. Arzuya Şama çatdıq biz Qarabağda. Qoy bütün millətimizin necə ki bu 20-ci ildən üzvləri bu başı dikdi, həmişə qoy dik olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və şəhidlərimizin ruhu qarşısında bir dəqiqəlik sükut elan edərdim. Zəhmət olmasa şəhidlərimizi yad edək. Paylaşın Allah'tan sağlık etsin hamımıza. Halkımızın başta olsun, Qarabağda, Azərbaycan xalqının üstündə gəlməsin. Uzaq olsun, əziz dostlar, xalqımızın qəhrəman oğlu Əli qardaşımızın ayın 27-si ad günüdür. Ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Mecnun da dayısı oğludur. Ayın 27-si xalqımızın qəhrəman oğlu Əli qardaşımız ad günüdür. Qarabağ qazisidir. Demək olar ki, Qarabağın qəhrəman oğullarından biridir. Çox gözəl süz ayətləri var, bilinməz süz ayətləri var. Allah ona can sağlığı versin. Mənim Mecnun Alizaminin də dayısı oğludur. Mənim də cəhbə yoldaşımdır. Müharibə yoldaşımdır, müharibə dostuyuq. Biz bu son illər Əlzaminin sayəsində biz tanış olmuşuq. Müharibədə mənə də bir daha görüşməli, Allah qismət elədi. Əlzamin qardaşımızın sayəsində biz telefon zəngləriyi ilə heç olmasa tapışdıq. Allah can sağlığı versin, Allah ona da can sağlığı versin və onun şərəfinə bir dənə gözəl mahnı qeyd edək. Var olasınız. Allah can sağlığı versin sizə. Allah Teala'dan arzu ederim ki gəliniz də xoşbaxtlık olsunlar. Yübleyinlə mübarək olsun. Allah can sağlığı versin. Mənim Əli qardaşım var olasın. Və onun şərəfində də bir dənə Lasının mahnısı həmişə İnanırsan qızara oxuyardı qabaqlar, amma indi başımızı dik tut. Qarabağ mahnısını, Lasının mahnısını çox şöhrətlə oxuyuruq, belə şərəf şanla oxuyuruq. Var olasın qardaşlar. Bir dənə Lasının mahnısı yazsın. Açın
Selamünaleyküm Ali. Aman evəsi, sen yubileyini 60 yaşını təbrik edir. Uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi. Neçə belə ad günləri keçirdəsən, 100 yaşa, Allah koysa 100 yaşını gedəcək. Mən də qoşuluram təbrikə. Yubileyini təbrik edirəm. Uzun ömrün, can sağlığı. Ben Şuşanın Malbəyli kəndində vuruşmuşam. Onu hamı bilir necə vuruşmuşam. İndi də 3 kızımı qoyub, ailəmi, uşağımı qoyub sanatoriyada, Zaqulba sanatoriyasında. Gəlib öz ana vətənimi, öz torpağımı qoruyuram. Arzu eləyirəm ki, bütün o cavanlar, o yaxşı geyənlər, içənlər, gəzənlər, sigaret satan olanlar hamısı gəlsin bizi kimi vuruşsun. Mənim də sözüm budur. Çox sağ olun. Çox olun. Benim ata yurdumun evidir. Bir evimizi de Şuşa rayonunun Malbəyli kəndində yandırıblar. Ben bu eve hiç pis olmuram. Bu eve göre yok, bütün Azerbaycan torpağına göre axır kanıma kadar vuruşacağım. Sağ olun. Mənim elə deyəcək sözüm buyurun. Ali 60 yaşını ürəkdən təbrik edirik. Sağ uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi. Yubileyin mübarək. Ali, yubileyin mübarək.